Bəli, indi bayaqki oyun davam eləyir. Yenə də 3-0 Rex qalib gəlib. Bu oyunda nəsə yorulublar. Bayaqki oyunda aktiv idilər. Balaca Rex, Ağ Rex, Böyük Rex'ə, yəni necə desəm, portakal rəngindəki Rex'ə başqa bir fənd gəlir. Uzanma fəndi. O nəsə eləmək istəyir, amma heç kim bilmir. Amma Balaca Rex də istəyir onunla. Onun hərəkətini təkrarlasın. Amma bəli, çıxdı, bəli. Tutub boğazından. Bəli, indi çıxa bildi. Böyük Rex'in planını bildi. Böyük Rex başqa fantdan bax. Qorxursan. Hələliyə oyun sabitdir. Böyük Rex biraz yaşından. Bəli, sındırıcı bir fənd. Az qala Ağ Rex'in əli sınırdı. Bunun əvəzinə cərimə xal 1 bal bundan çıxılır və 2 xal gəlir. Yəni belə desək 1 xal Böyük Rex'in hər iki rəqib komandaya 1 xal verilir. Nəsə istirahət olundu. İşləmə olmaz. Bəli. Rebro fəndindən istifadə eləmək istəyir. Bəli, nəsə alınmadı. Bəli, şeft oldu. Sərt bir hərəkət elədi və 1 xal Balaca Rex'in şot indi. Hesab 3-1'dir. Yenə də qabaqdadır Böyük Rex. Adından bilinir ki, böyük. Nəsə eləmə olur. Hələ yorulmayıblar. Yenə də aktivdir. Yenə də Böyük Rex aktivdir, amma balacası isə pasivdir. Tez oyna. Yorulublar hər iki komandanın iştirakçıları. Amma Böyük Rex qaçır yorulduğuna görə. Balacası isə hələ enerjilidir. Bəli. O Rebro fəndini istifadə eləmək istəyir. Sürünə gedir. Bəli. Gördüyünüz kimi ATV kanalının ikinci korpusunda yerləşir. İdman Azərbaycan kanalında. Televiziyasında siz itlərin güləşini izləyirsiniz. Bəli. İndi güləş axırı nə olacaq onu heç kim bilmir. Məncə Böyük Rex qalib gələcək. Çünki axır zamanlıqca əsəbləşirlər. İşləmə olmaz. Vah! Bəli, mən iti dayandırdım. Az qala üstümə gəlirdi. İşləmə olmaz. Rex. Qaç. Ay tupu. İstirahat eləyin.